Allah prezidentimizin canı sağ eləsin. Məni Kəlbəcərə qovuşdurdu. Şəhidlərimizə Allah rəhmət eləsin. Əskərlərimizə də can sağlığı versin. Yaxşı yol nənə. Vətənimizə gedirik. Sağ ol. Sağ ol. Yaxşı yol sizə, yaxşı yol. Uğurlar. Sağ ol, sağ ol. İllər sonra Kəlbəcərə gedirsiniz. Təbrik edirik. Hansı hissləri keçirirsiniz? Çox sevinç hissi keçirdirəm ki, Kəlbəcərə gedirik. Mən Kəlbəcər orta məktəbinin 2 nömrəli məktəbinin müəlliməsiyəm. Kəlbəcər üçün ağlaya-ağlaya gəldik, gülə-gülə, sevinə-sevinə gedirəm indi. Sevincimin həddi hüdudu yoxdur. Allah prezidentimizin canını sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bizi öz torpağımıza qovuşdurdu, öz torpağımıza gedirik. İstiqamət Kəlbəcər dillər. Bəli, vətənə, həsrətində olduğum vətənə doğru gedirəm. 32 ildən sonra, indi o vaxtı qara saçla gəlmişdim, indi ağ saçla gedirəm, indi nəticəli gedirəm, nəvəli nəticəli gedirəm. Onda uşaqlarım var, indi nəvə nəticəli gedirəm. Xoş günü bizə bəxş eləmiş, bizim ordumuza minnətdarlığımı bildirirəm. Allah şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı, prezidentimizə Allah canını sağ eləsin ki, o həm döyüş meydanında, həm də siyasi meydanda düşmənlərə qarşı öz amansızlığını, özünün mədəni amansızlığını göstərir. Sağ olun, salamat qalın, Bakırlardan da razıyıq. Bizə gözəl mühit, gözəl şərait yaratdılar. Çadır evlərdə qısa müddətdə oradan çıxıb bizə ev verdilər, torpaq verdilər. Yaşadıq bir müddət, indi də gedirik vətənə. Bundan böyük nə ola bilər ki? Yaxşı yol, Sağ yaxşı olun, yol. salamat qalın, salamat qal Bakı. Gedirik, vətənə gedirik. Yəqin ki, orada vətən də bizə xoş gəldin deyir. Uğurlar, yaxşı yol. Sağ olun, salamat qalın. Hamınıza uzun ömür, can sağlığı, sülh arzulayıram.